Я рассказывал одну историю, а он начал зацикливаться на моем одном слове. А я ему говорю, не zацikливайся на моем слове. Nə dedim? Dedim ki, mən bir hadisə danışıram, hekayə danışıram və o isə mənim bir dənə sözümdə ilişib qalıbdır. Yəni zацикливаться sözü. O zацикливается, ilişir, qalır na moyom слове, mənim sözümdə. Yəni mənim bir sözümə ilişir, başlayır onu soruşmağa. A как это случилось? Как это произошло? A как это так получилось? Bu necə oldu? Bu necə baş verdi? Bu necə bu cür alındı? Və s. Buna deyirlər zацикливаться. Düzdür, углубляться sözü də var. Углубляться bir sözün mənasının dərininə getməkdir. Lakin bu zацикливаться bir növ xəstəlik kimidir ki, bir sözdə dayanır, artıq başlayır uzatmağa o söz barəsində. Bəli.